Sizcə bəs həyatı yaşayanda o uğrunda yaşadığımız nədirsə bilə bilirik? Əhsən. Axtaran bilir. O egoya qapılıb gedən var ha, o bilmir. Bilmir deyəndə ki, öz təqsiridir ya, bilmir. Aynen. Xod vermirsən musiqiyə, gedirsən, musiqiyə aludə olmursan, bilmirsən hara yeyirsən. Birdən alırsan ki, mən hara gedəcəkdim, musiqi aparıb məni. Amma bir də var ki, axı, sən evdən çıxanda elə musiqinin xodlamamışdan bilirdin A nöqtəsindən B nöqtəsinə gedirsən. Arada apardı da sən. Gəl arada qoymayasan, səni ego götürsün, aparsın. Çox çətindir, o çox incə məsələlərdir ki, bir işi görürsən ki, bunu mənə gördürən həqiqətən mənim o islah olmuş qəlbimdir, ürəkdən gördüm bunu, yoxsa egodur. Şeytanın o ego məsələsi ki var ha, o insanın beynində şey göstərir, ağlında trüklər eləyir. Qəlb tamam başqadır, amma bu şərtlə ki, qəlb islah olsun da.